Məsələn, Allahın hökmünə hökm verməyən kafirdir ayəsi. Kim Allahın hökmünə hökm verməzsə kafirdir deyib götürüblər o ayənin zahirindən, baxmayıblar orada gələn kafir kəlməsi nə qəsd olunur onunla. Mütləqdir yoxsa mütləq deyil. Çünki küfür sözü bəzən mütləq olaraq küfür kimi gəlir mənası, işlənir, kafir kimi qəbul olunur. Bəzən açıq aydın kafir sözü gəlir, mütləq küfür kimi qəbul olunmur. Məsələn, Peyğəmbər s.ə.v səhabələrinə nə deyir? Deyir ki, "Lə tərci'u bədi kuffara, yadribu anaqa ba'duhum ba'da." Məndən sonra bir-birinizin boynunu vuran kafirlər olmayın. Kafirlər olmayın, açıq aydın. Səhabələr vuruşub Peyğəmbər s.ə.v-dən sonra. Bəli. Aralarında fitnə olub. Hansını təkfir edib? İslam dairəsindən İxvanına bəğav aleyhi. Qardaşlarımız bizə qarşı qalxdılar dedi Əli ibn Əbi Talib. Ona görə də yəni küfür sözü bəzən böyük küfürdür, bəzən kiçik küfür. Küfrdən eləsi var əməlidir, eləsi var etiqadidir. Ona görə azıblar bunda, başa düşməyiblər bunu. Bu bir.